Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna anzalnahu fi leylatul kadr. Ve ma adraka ma leylatul kadr. Leylatul kadri hayrun min alfi şahr. Tenazzalul malaikat ve ruh fiha bizni rabbihim min kulli amr. Salamun hiye hatta matla'il fajr. Sadakallahul aliyyul azim. Azizler, ben okuduğum bu Kadir surasıydı. Kur'an-ı Kerim'de 97. suradır. Mutal Allah buyurdu, o biri suralar kimi evvelinde Rahman ve Rahim olan Allah'ın adıyla merhametli, bağışlayan, mehriban, bendesine çok ruzi ihsan eden, yorulmadan çattıran, dünyada hamıya rahmeden, ahiret günü yalnız namaz kılanlara, yani müminlere rahmedendir. İnna anzalnahu fi leylatul kadr. Hakikaten ya peygamber, biz Kadir gecesinde Kur'an'ı nazil ettik. Ve ma adraka ma leylatul kadr. Sen haradan bilersen Kadir gecesi nedir? Leylatul kadr hayrun min alfi şahr. O gece 1000 aydan üstündür. Tenazzalul malaikat ve ruh fiha bizni rabbihim min kulli amr. O gece Rabbin izniyle, Rabbimizin izniyle ruh meleki ve tamam melekler yere nazil olurlar. Salamun hiye hatta matla'il fajr. O gece sübh açılacak emin amanlık gecesidir. Azizler, 97. sure Kadir surasında Allah burada ne dedi? Biz Kadir gecesinde namazı, Kur'an'ı nazil etmişik. Şimdi gedirik Kur'an'ın El-Bakara surası, 2. surası. Allah burada 185. ayette böyle buyurur. Şehru Ramazanallazi unzile fihil Kur'an. Ramazan o aydır ki o ayda Kur'an nazil olur. Hudan linnaz ve baynati minel huda vel furgan. İnsanlara doğru yol gösteren, hakla batili ayıran, şekki şüphesi olmayan bir kitap nazil olubdu. Kur'an-ı Kerim 6236 ayeden ibarettir. Bazı mənbəlerde de gelip 6636 aya. Ancak bizim İmam Cəfəri Sadiq aleyhisselam ve alimlerimizin imamlardan dediği hadise istinaden 6236 aya var. 114 sure var. Bütün sureler Bismillahirrahmanirrahim'den başlayır, məgər 9. sure Tövbədən başqa. İndi sual olunabilir, niye o Tövbə suresinde Bismillahirrahmanirrahim yoktu? Çünkü o surede Allah Teala peygambere emir edir, müşriklere artık neçə il sülh bağladın, onların dediğini eşittin, onlar yola gelmir. Kılıncı götür, onlarla muharebe elə. Yollarını bağla, keçitlerini bağla. Eğer iman getirmezseler boyunlarını vur. Alimlerin fikri budur. Eğer kılıncı götürüp vurursan, Rahman Rahim sıfatından düz gelmir. Ona göre Bismillah orada yoktur. Mesela için Allah bize halal ruzi heyvanat verip, o heyvanı Bismillahirrahmanirrahim'den kesmek mekruh şeydir. Gerek kesmeyesin. Bismillah, Allahu Ekber. Bismillahirrahmanirrahim. Rahman Allah, rahmeden Allah, o onunla
Əhsən. Alınmır. Deməli Allah Peyğəmbərə buyurur Tövbə surəsində götür qılıncı cihad elə, müşrikləri öldür, imana gəlməsələr, imana gəlsələr qəbul elə. Orada Rəhman ehtiyac olmadı, ki, rəhm olmadı. Allah onsuz da neçə il, o Peyğəmbər ki 10 il Mədinədə döyüş edib, o 10 ildə çox sürülərə, çox eşitmələrə Allahın izindən Peyğəmbər qulaq asmışdı onlara. Ancaq onların bir iddəsi hələ də dini qəbul etməyib, Peyğəmbərə üsyan etmişlər. Siz bilirsiniz, 80 dənə döyüş olur. Ondan çox da deyən var, 84 hətta döyüş. 10 ildə. İldə 7-8 müharibə deməkdir. Bədir döyüşü, Tabuk döyüşü, Hünyen döyüşü, Ühüd döyüşü və s. döyüşlər var idi. Xəndək döyüşü. Ümumən 80-dan yuxarı döyüş olur. Deməli Allah Teala bizə Əl-Bəqərə surəsində buyurdu ki, Şəhr-ü Ramazan əl-ləzi unzilə fihil Quran. Ramazan o aydır ki, o ayda Quran nazil olub. Və əzizlər, dəyərli məclis əhli, gözəl Allahımızın gözəl bəndələri. 44-cü surə var, 44-cü surə. O Duxan surəsidir. Duxan yəni duman, tüstü deməkdir. Allah burada buyurur yenə Bismillahirrahmanirrahim. Həmmim vəl kitabil mubin. And olsun bu aydın kitaba inna anzalnahu fi leylatin mübarakatin inna kunna munzirin. Biz bu mübarək gecə ki Qədir gecəsidir, Quranı nazil etdik. Həqiqətən biz bəndələrə yol göstərib bu Quranla qorxudanıq. Sizdən verəm Allah, dalınca qulaq asın. Buyurur fiha yufraqu kullu amrin hakimin. Buyurur bu gecə ki Qədir gecəsidir, o hikmətli gecədə biz müqəddaratı həll edirik, əziz cəmaatımız. Müqəddaratı həll edirik. Demək, biz belə başa düşdük. Allah Qədir gecəsində deyir, Ramazan ayının Qədir gecəsində, yəni Qədir surəsində deyir, biz Quranı nazil etdik Ramazan ayının Qədir gecəsi. Bəqərə surəsində buyurdu Allah Teala, Quranı nazil etdik Ramazanda. Duxan surəsində Allah buyurdu, biz mübarək bir gecədə Quranı nazil etdik. Və sonra buyurdu, biz o gecədə müqəddarat həll edərik. İnsanların, belə deyək, talihlərin, ömrün, yaşın, ruzusun qeyd edərək. Bu ildən gələn ilə qədər. Ümumi belə başa düşdük ki, Quran bir dəfəyə nazil olub. Əzizlər, böyüklər, cavanlar. Demək, 6236 ayət böyük Quran bir dəfəyə nazil olub bir gecə Ramazanın Qədir gecəsində, Ramazan ayında. Peyğəmbər əzbər bilib bunu. Allah hər şey qadirdir. Elm öyrətməyə qadirdir. Peyğəmbər bunu əzbər bildi bu Quranı. 6236 ayəni. Bunu Quran dedi. Ancaq başqa ayədə var əzizlərim, inşallah və surədə var. Allah-u Teala bizə buyurur ki 106-cı ayə 17-ci surə İsra surəsi gecə seyri. Allah burada da bizə buyurur. Bismillahirrahmanirrahim və Quranan fərəqnah litəqəhu alən-naz ələ muksin və nəzəlnahu tənzila. Quranı ey Peyğəmbər insanlara aramla yavaş-yavaş oxuyasan deyə onlar başa düşsün. Biz 23 ildə hissə-hissə nazil etdik. İsra surəsində 17-ci surədə Allah buyurur ki, Quranı haqq olaraq nazil etdik. O ancaq müjdə verən və xəbərdar edəndir. Səni də bir elçi kimi, yol göstərən kimi göndərdik bəndələrimə. Yenə təkrar edirəm. Quranı insanlara yavaş-yavaş, aramla oxuyasan deyə ki, onlar başa düşsün, yadda saxlaya bilsin. Biz sənə hissə-hissə
aya, sura nazil etdik. Size kurban azizler, cevap ne oldu? Deməli Allah bu defa 23 ildə gönderip Kur'an'ı. Demek Kur'an, benim fikrim o idi, biləsiz. Bilenler bilir, ayıp etmez, tekrar da olsa, Kur'an 2 defa nazil olur. Bir defa Peygamberin özüne Kadir gecesinde ezber bilip, sonra bizi başa salsın, yavaş yavaş öğrenek diye 23 yıl ərzində, 23 yıl ərzində nazil olubdur. Təsdiqi nə verdi? İsra suresi. İsra suresi 17. sure, dediğim kimi 106. hem de ondan evvelki 105. aya bunu bize dedi. Qabaqda əzizlər, İnşallah Kadir geceleri gelir. Kadir geceleri. Yani ahya geceleri. Ahya sözünün manası oyak kalmak demektir. Ahya oyak kalmak demektir. Kadir değerli gece, değeri büyük olan gece manasının anlamını verir. Peygamber aleyhisselamdan hadis var ki Kadir gecesi Ramazan ayının ahırıncı 10 günün tek günlerine düşür. İnsanlar istəyirlər bu gecəni oyak kalıp ibadet ederler. Axı Allah bunu gizlin saxlayır, 30 günün içindedir. Ve Peygamber'e sual veriblər, imamlarımızdan da hadis var. Hansı gecədir? Buyurup Allah bize icazə vermir size deyək. 30 gün oruç tutun, onun içindeki bir gecedir. Ve hadis ki var, daha çok tasdikini tapıp Ramazanın son 10 günün tek geceleridir. Deməli 19. gece, 21. gece, 23. gece. 25 ihtimal var, 27. geceye mahsusi yine, 29. gece. Eğer biz baksak Türk kardeşlerimize, görürsen 27. geceni Kandil gecesi geçirirler. Veyahut başka bizim azizlerimiz ki müminler dünyada 19, 21, 23. geceleri geçirdiler. İşim yok. O tek gecelerin hansını kim nece itaat ibadet edir eləsin. Ona düşmək lazımdır. Bəs ona nece düşək? İmam Muhammed Baqir aleyhisselam hadis eləyir. Siz o geceleri oya qalsız, bu gecenin o geceden farklandığını göreceksiniz. O farklanan gece, sana çok hal gelen gece, o amanlık gecesi, hava, ay, ulduz, çırak, sakit gece, elə Kadir gecesidir. Şimdi burada Allah Teala ne dedi? Buyurdu ki tenezzelul malaikat ve ruh fiha bizni rabbihim min kulli amr salamun hiyatta matlar facir. O gece melekler iner yere, ruh meleği ve tamam melekler. Azizler, bunu ben de aktarış aparmışam. Bir iddia alimler, imamlarımızdan da hadisler tapıp deyirlər ki Cebrail aleyhisselam büyük melekti, elə ruh melekti. Ancak bir iddia alimlerin fikri budur, yok. Cebrail ayrıdır aleyhisselam, ruh da ayrıdır. Çünkü Allah buyurup burada tenazzalul malaikat ve ruh, bir ruh meleki ve tamam melekler. Artık burada bilinir ki ruh adlı bir melek de var, daha büyük melek. Onlar hamısı yere yenir. Yere yenenden sonra ev be ev gezilir, cemaat. Həmin gecə hər kəsin etdiyini yazır. Və onun müqabilində Allaha ki təqdim olunur, Allah o gecəyə xidmət edən, o gecədə onun etdiyinin, əzizlər, müqabilində ona ömrü təyin edir, ruzisini təyin edir.